Hamı salam dostlar, xoş gördük sizləri. Dərsimizə davam edirik. Biz keçən dəfə bir neçə irad var idi. O iradlar dedik, cavablandırdıq və düşünürəm yaxşı bir cavab oldu, qane edici olan bir cavab oldu. İndi isə gəlirik, yenə hələ biz mövzumuzu induksiya və analogiya haqqında davam edirik. Problem əsasən bunlarda baş verir, yəni induksiya və analogiyada. Deduksiyada zaten problem yoxdur və şübhələrə cavab verəndən sonra zaten aydın oldu ki, deduksiya insanı yəqinə çatdıra bilir. Müəyyən əqli nəticə gəlmək üçün, yəni yəqini əqli nəticə əldə etmək olur. Bu cəhətdən deduksiyanın üzərində çox qalmırıq. Ancaq iradlar var idi, o iradlara cavablandırdıq. Amma məsələ bundan ibarətdir ki, görəsən induksiya və analogiya insanı yəqinə, əqli nəticə olaraq bir yəqinə çatdırır, yoxsa yox. Bunun barəsində təbii ki, danışdıq, qeyd etdik müəyyən qədər ki, Muhammed Baqir Sədrin fikrinə əsasən induksiya insanı yəqinə çatdırır. Hətta natamam induksiya olsa belə insanı yəqinə çatdıra bilər. Və qeyd eləyək ki, Avropa alimlərinə, İslam alimləri arasında da müəyyən münaqişələr var ki, bəziləri qeyd edirlər ki, yəni bunlar arasında münaqişə var ki, özdəki bu şeyin adı, yəni bu problemin adı induksiya problemi gedir. Bu müzakirə mövzusudur daha çox. Avropa məntiqçiləri və İslam məntiqçiləri, İslam alimləri arasında bu barədə İslam və Avropa məntiqçiləri arasında münaqişə, mübahisə var ki, induksiya insanı yəqinə çatdırır, yoxsa yox. Hətta təbii dediyim kimi nəinki Avropa və İslam alimləri arasında, İslam alimlərinin özlərinin arasında da belə bir problem var ki, induksiya insanı yəqinə çatdırır, yoxsa yox ki, Muhammed Baqir fərqli bir fikir ortaya qoyur və öz kitabında da bu barədə yazır. Dediyimiz kimi məşhur bir kitab var. İnduksiyanın məntiqi əsasları. Ərəbcədə Əl-Ususu Əl-Məntiqiyyə Lil-İstiqra adlı bir kitabdır. Orada bu barədə geniş danışır. İndi nə qədər tutarlıdır, nə qədər müvəffəq olub bunu isbat etməyə, o ayrı bir mövzudur. Qısa olaraq burada gələk qeyd eləyək. Mən istəmirəm çox uzadım, həm sıxıcı olmasın bizə. İnduksiya dedik ki, xüsusilərdən ümumiyə gəlib nəticə çatmaqdır. Məsələn, tutaq ki, deyirik ki, Beyrutda və yaxud da deyirik ki, Azərbaycanda məsələn, çap olunan kitabların keyfiyyəti yüksəkdir. Məsələn, belə bir şey gətiririk. Və yaxud da qeyd edirik ki, məsələn, Azərbaycan Universitetinin tələbələri savadlıdırlar. Məsələn, bu kimi biz əqli nəticəni, belə deyək, bunu gətiririk. Əqli nəticə təbii ki, bu əqli nəticəni gətiririk ki, Azərbaycanda çap olunan kitabların keyfiyyəti yüksəkdir və yaxud da Azərbaycan Universitetinin tələbələri savadlıdır və s. Buna gəlib çatmamız, zehin burada xüsusilərdən ümumiyə gəlib, yəni xüsusiləri təcrübə edərək gəlib bu ümumi nəticə çatıb ki, Azərbaycanda çap olunan kitablar məsələn keyfiyyəti yüksəkdir və yaxud da Azərbaycan Universitetinin tələbələri savadlıdır. Yəni birbaşa heç bir təcrübə olmadan deyə bilmərik ki, bu bir insan ümumi bir qayda ilə gəlib deyir ki, Azərbaycanda çap olunan kitabların keyfiyyəti yüksəkdir. Xeyr, bu gərək o təcrübə olunsun. Baxsın, məsələn, nəşriyyatlara, baxsın və yaxud da Azərbaycan universitetlərinə baxsın ki, görsün onlarda tələbələr necə oxuyur. Bir-bir hamısını təcrübə etməlidir. Ona görə alimlər belə qeyd edirlər ki, induktiv əqli nəticəni belə izah edirlər ki, müəyyən bir xüsusiyyətin digər bir şeylə əlaqəsini, özdə əlaqəsi, çünki burada əlaqə fərqi var. Əgər əlaqəsini, xüsusiyyətini, müəyyən bir şeyin xüsusiyyətinin digərindən əlaqəsi deyəndə, bu sanki analogiyada oxşaya bilər. Onda bunların fərqi nə oldu? Burada fərq var. Müəyyən bir xüsusiyyətin digər bir şeylə əlaqəsini davamlı olaraq müşahidə etdiyimiz zaman tədricən o şeyin predmetləri barəsində, hətta sonra gələcək, hələ təhlil etməmişik, sonra gələcək predmetləri barəsində də ümumi bir nəticə çıxarmağa bizdə hazırlıq yaranır. Yəni bu xüsusiyyət və ya hadisə bir neçə predmetdə təkrarlı şəkildə baş verdiyinə görə bu hökmü keçmiş və gələcək şeylərə də aid edirik. Məntiqçilər
əqli nəticəni induksiya adlandırırlar. Bax, bu dediyimiz şeydə əqli nəticəni induksiya adlandırılır və belə deyirlər ki, tərifində induksiya xüsusidən ümumiyə olan əqli nəticədir. Buna görə zehin induksiyadakı hərəkət mexanizmi deduksiyadakı hərəkət mexanizmin əksinə. Deduksiyada isə ümumidən xüsusiyə hərəkət deməkdir. Burada isə xüsusilərdən təcrübə eləyirsən nəsnələri, ümumi bir nəticəyə gəlirsən. Və induksiyada dedik ki, yerə bölünür tam və natamam. Aydın oldu ki, tamda budur ki, bütün hamısını, predmetlərin hamısını təcrübədən keçirirsən. Məsələn, 5 dənə predmet varsa, 5-ini də təcrübədən keçirirsən. Amma milyonlarla məsələn predmetləri varsa, təbii ki, onun hamısını təcrübədən keçirmirsən, bir neçə hissəsini təcrübədən keçirirsən. Tam induksiya odur ki, ümumi bir anlayışın bütün predmetlərinə aid olması. Tam şəkildə araşdırdıqdan sonra biz bir nəticə gəlib çatırıq burada. Əlbəttə, qeyd edək ki, məntiqçilər deyirlər ki, əgər tam olarsa, tam bir araşdırma baş verərsə, təcrübədən keçərsə, bu olacaq yəqini. Yəni, bu deduksiya kimi insanı yəqinə çatdırır. Fərz elə bir anlayış var ki, məsələn, tutaq ki, fərz elə X adlı bir heyvan var, tutaq ki. X adlı bir heyvandır, X bir heyvandır, onun xaricində cəmi 5 dənə predmeti var, başqa bir predmeti də yoxdur. İndi biz təhlil eləyəndə, misal olaraq, X olan heyvan ağdır. Təbii ki, biz necə buna gəlib nəticə çatdıq? 5 dənə idi, bir təhlil edib, baxdıq, gördük ki, hamısı ağdır və bu tam olur. Məntiqçilər tam induksiyanı deduksiyaya aid edirlər bu cəhətdən. Deyirlər ki, tam induksiya elə həmin o deduksiya kimidir və onu təqsimli deduksiya adlandırırlar. Sadəcə olaraq indi birini deduksiya edirlər. Deduksiya bizim bildiyimiz həmin deduksiya, amma o ki, gəlib induksiya ilə bütün hamısını təcrübədən keçirirsən və hamısını təcrübə keçirəndə tam bir əqli nəticə gəlib çatanda, buna adını belə deyirlər, fərqlənmək üçün qeyd edirlər ki, təqsimli deduksiya. Buna isə təqsimli deduksiya deyirlər. Məsələn, bir dənə misal deyək. Baxın, bəzi misallar var ki, onları biz əslində görürük ki, sanki induksiyaya oxşuyur. Yəni, sillogizm əqli nəticə burada induktiv əqli nəticə kimi gəlir. Amma əslində bunun içərisində induktiv yox, deduktiv bir şey var. Ona görə bu cəhətdən tam sayılır. Bəzən tam ona görə deyirlər. Yəni, misal deyim mən. Bayaq dediyim misal, 5 dənə heyvan deyəndə bütün X, məsələn, heyvanlar ağdır. Əslində bu bir növ belə də deduksiyaya oxşuyur. Çünki bütün qaydanı, ümumi bir şeyi ortaya çıxartdın sən. Ümumi bir, necə deyim, qanunu ortaya çıxartdın. Məsələn, baxın, burada biz deyirik ki, hər bir həndəsi fiqur məhduddur. Bu, ümumi bir şey gətirir. Dedik ki, hər bir həndəsi fiqur məhduddur. Ümumi bir qanun. Yaxşı, çox gözəl. Niyə məhduddur? Deyirəm ki, çünki bütün dairəvi fiqurlar, eləcə də bütün bucaqlı fiqurlar məhduddur. Onlar da fiqur olduğuna görə deməli, hər bir həndəsi fiqur məhdud hesab olunur. Onlar da həndəsi fiqurlardır. İstər dairəvi olsun, istər bucaqlı. Necə gəlib çatdın buna? Sanki ilk baxışdan buna oxşuyur ki, bir insan oturub bütün fiqurları araşdırıb bir-bir. Məsələn, dairəvi fiqurları və bucaqlı fiqurları bir-bir götürüb araşdırıb, baxıb görür ki, bəli, bunlar məhduddur və xüsusidən ümumi bir nəticə alıb ki, hər bir həndəsi fiqur məhdud hesab olunur. Sanki burada bir induktiv əqli nəticəyə gəlib çatıb. Amma əslində bunun içərisində, yəni bu əslində deduktiv olan bir əqli nəticədir. Zahirən ilk olaraq belə görünür. Əslində bu deduktivdir. Necə deduktiv? Məsələn, indi aşağıdakına baxan. Burada deduktiv nədir? Demək, burada bir təqsimi və iki sadə hökmə əsaslanaraq biz gəlib deyirik ki, hər bir həndəsə fiqur məhduddur. Hər bir həndəsə fiqur məhduddur. Biz gəlib bunu induktiv vasitə ilə, yəni təcrübəni etməmişik. Bu, ilk baxışdan birinci dediyimizdə misalda elə görsənir. Amma hər bir həndəsə fiqur məhduddur. Gəlin biz bunu deduktiv olaraq təhlil edək. O da necə? Deyirik ki, birinci təqsimi hökm gətiririk. Deyirik ki, hər bir həndəsi fiqur ya dairəvidir, ya da bucaqlıdır. Bu bir. İkinci, bu təqsimi bir
hökm idi. İndi isə ikinci sadə hökm gətiririk. Daha doğrusu ikinci bir dənə sadə hökm gətiririk. Deyirik, hər bir dairəvi fiqur məhduddur. Sonra 3-də gətiririk yenə sadə hökm. Yəni 3-cü hissədə ikinci sadə hökm. Hər bir bucaqlı fiqur məhduddur və bunların vasitəsilə biz gəlib dedik ki, hər bir həndəsi fiqur məhduddur. Burada isə təbii ki, bu induksiya yox, deduksiya olur. Nəyə görə? Çünki deyirik, hər bir həndəsi fiqur ya dairəvidir, ya bucaqlı, ya dairəvidir, ya da bucaqlıdır. Ümumidir bu, bəli. Təhlilsiz deyirəm mən, təcrübə etmədən. Hər bir dairəvi fiqur məhduddur. Bu da ümumidir. Hər bir bucaqlı fiqur məhduddur. Bu da ümumidir. Bu ümumilərdən biz gəlib nəticə alırıq ki, hər bir həndəsi fiqur məhduddur. Burada bir-bir araşdırmaq yoxdur. Biz gətiririk hər bir, yəni ümumi olaraq, belə deyək, ümumi bir qanundur bu. Amma yuxarıda deyəndə hər bir həndəsi fiqur məhduddur. Niyə? Çünki bütün dairə fiqurlar, artıq burada sanki reallaşır ki, çünki bütün dairə fiqurlar, mən nə edirəm ki, bir-bir araşdırıram. Amma ikincidə bir-bir araşdırma yoxdur. Ümumi qanunlarla gətirirsən, ümumi qanunu ortaya çıxardırsan. Ona görə də alimlər, məntiqçilər qeyd edirlər ki, tam induksiyanı bəzən gəlirlər, onlar deduksiya aid edirlər, birləşdirirlər və onu təqsimli deduksiya adlandırırlar. Əlbəttə, indi istisnalar var. İşim yoxdur bundan. İstisna ola bilər ki, xeyr, elə bir şey var ki, mütləq olaraq təcrübə etməlisən sən, sonra ümumi qanuna gəlib çatmalısan. Yəni, təcrübə etmədən ümumi qanunu çıxarda bilməzsən. Yəni, bu qaçınılmazdır, belə şey ola bilər. Bu induksiya, tam induksiya idi. Tam induksiyada dedik ki, bütün predmetləri araşdırır, bütün predmetləri təcrübədən keçirir və bəzən dedik ki, tam induksiyanı gətirirlər, elə deduksiya aid edirlər, adını da qoyurlar, təqsimli deduksiya. Natamam induksiya isə məlum məsələdir. Yəni, xüsusiyyətin bir neçə predmetdən araşdırmalısınız, bütün predmetlərdən yox. 10 dənə, məsələn, X heyvanlar var. Mən gəlib 6-sına baxıram, 7-sinə baxıram, görəmaqda deyirəm ki, məsələn, bütün X olan heyvanlar ağdır. Amma mən 3-sünü təcrübə etmədim. Bu, natamam olaraq induksiya olur. Sən hamısını təcrübədən keçirmədim. Burada sadəcə sual, başqa bir sual ortaya çıxır. O da budur ki, natamam induksiya bizdə ümumi hökmə yəqin yaradırmı? Bunu da qeyd etdik ki, İslam və Avropa məntiqçiləri və mütəfəkkirlər tərəfindən müxtəlif nəzəriyyələr sürmüşdür. Bunda biz dərinliyinə, təfərrütünə varmırıq. Bəzi alimlərin nəzərinə əsasən belə qeyd edirlər ki, sırf müşahidəyə əsaslanan induksiya insanda yəqini yox. Yalnız ehtimal yarada bilər. Ancaq hər hansı bir induksiya səbəb orada kəşf olmazsa, əvvəldə demişdik. Bəli, belə induksiyada insanda yəqin hasil edəcək. Misal, gələcək dərsdə də növbəti məsələdə deyəcəyik. Bəli, sırf müşahidə ilə deyirsən, sən 5 dənə heyvanı məsələn müşahidə etmişsən, X olan heyvanı müşahidə etmişsən və deyirsən ki, məsələn, bunlar ağdırsa, deməli, o birisilər də ağdır. Müşahidə ilə xeyr, müşahidə sadəcə ehtimal yarada bilər. Amma sən yəqin yarada bilməz, hamısını görməmsən, təcrübədən keçirməmsən, müşahidə etməmsən. Lakin dediyimiz kimi, əgər bir səbəb kəşf olmazsa, bəli, onda bir səbəb kəşf olunacağı təqdirdə heç digərlərini təcrübədən keçirməsən də olar. Digərlərini təcrübədən keçirməsən də onu gəlib biz deyə bilərik, ümumi bir nəticə, ümumi bir qanun əldə edə bilərik. Məsələn, tutaq ki, misal üçün deyək, biz deyirik ki, natamam induksiyada bir dənə bizim misalımız var. Deyirik, metalın istilik nəticəsində nə olur? Burada bir dənə misal deyək. Məsələn, məntiqçilər qeyd edirlər ki, əgər biz hansısa bir metalın, dəmirin istilik nəticəsində məsələn, əridiyini görürüksə, burada sırf bir neçə dəmir müşahidə etməklə təbii ki, biz yəqinə çata bilməliyik. Çünki bütün dəmirləri və yaxud metalları müşahidə etməmişik ki, o falan istilik dərəcəsində ərir yoxsa yox. Amma burada ümumi bir səbəb kəşf olunarsa, ona görə qeyd olunur, əgər induksiyada səbəb kəşf edilərsə, yəni əgər induksiyada keyfiyyətin səbəbi aşkara çıxarılarsa, hətta natamam olsa belə yəqin. Çünki burada bir səbəb var.
Fərqi yoxdur. Bu səbəb əgər bu dəmirdə yox, digər dəmirlərdə səbəb gerçəkləşsə, o səbəbə görə o məsələn əriyəcək. Belə olduqda ona məntiqi terminlə təcrübə deyilir. Məsələn, natamam induksiya metalın istilik nəticəsində genişləndiyini kəşf edilərsə, yəni bu keyfiyyətin metalın təbiətində olduğu aşkara çıxarsa, o zaman biz ümumi bir qaydanı əldə edə bilərik. Metalın təbiəti elədir ki, fərz eləyək. Bu keyfiyyəti ərimək, məsələn, filan istilikdə məsələn metal əriyir, dəmir və yaxud da əriyir. Bu keyfiyyətin metalın təbiətində olduğu aşkar olunarsa, yəni metalın elə bir keyfiyyəti var ki, o filan dərəcədə mütləq olaraq ərməlidir. Bu metalın keyfiyyəti budur. Artıq bu ümumi bir səbəb hesab olunur. Burada ümumi bir səbəb olarsa, ümumi bir səbəb deməyək, yəni səbəb kəşf olunarsa, bir şeydə səbəb kəşf olunarsa, onda bəli, biz digər metallarda təcrübə etmədən deyə bilərik ki, bəli, bütün metallar filan istilik dərəcəsində, məsələn, istiliyin filan dərəcəsində əriyir, aradan əriyir. Axı, digərlərini müşahidə etməmsən, etiraz da yoxdur, metalın keyfiyyəti budur. Ümumi bir mən səbəb əldə edə bildim. O cür qeyd olunur ki, məsələn, natamam induksiya metalın bir də oxuyaq istilik nəticəsində genişləndiyi kəşf edilərsə, yəni bu keyfiyyətin metalın təbiətində olduğu aşkara çıxarsa, o zaman biz ümumi bir şey əldə edirik. O ümumi də nədir? Həmişə tam səbəb olduqda nəticə də olmalıdır. Əgər tam səbəb gerçəkləşsə, nəticə də baş verməlidir. Biz bir tam səbəb burada kəşf elədik. Burada da metalın keyfiyyəti budur ki, filan dərəcədə, məsələn, istiliyin filan dərəcəsində əriyir. Bu artıq tam bir səbəbdir. Və biz tam səbəbi burada kəşf etdik. Əgər tam səbəb varsa, tam səbəb olarsa, deməli, nəticə də mütləq olmalıdır. Və metal, məsələn, istiliyin filan dərəcəsində olarsa, təbii ki, o %100 əriməlidir. Çünki metalın keyfiyyəti budur. Əriyərsə deyəndə, yəni genişlənərsə, təbii ki, məqsədim budur. Bayaqdan mən əriyərsə deyirəm, genişlənərsə, filan dərəcədə, məsələn, olarsa genişlənər. Əriməkdə məqsəd yəni budur ki, o əriyir bir növ, əriyib, məsələn, genişlənmək məqsədi ilə demək istədim. Bu da o yer, demək, induksiya, natamam olan induksiya o zaman, belə deyək, insanı yəqinət çatdıra bilər ki, burada tam olan bir səbəb kəşf olunsun. Əks halda tam səbəb kəşf olunmasa, insanı yəqinət çatdıra bilməz. Növbəti digər məsələ analogiya. Analogiya da nədir? Analogiya bir xüsusiyyətə görə, məsələn, bir şeyin, bir nəsənin bir xüsusiyyətini götürürsən və digərinə də hökm edirsən. O xüsusiyyəti oxşatma deyərlər də. Yəni, bundan gətirirsən bunun bu xüsusiyyətinə görə, bunun xüsusiyyətinə görə o birisinə də eyni şeyi hökm edirsən. Məsələn, Hüseyn necə dərs oxuyur, sual verilsə, biz nə deyəcək? Deyəcək, Hüseyn, məsələn, cavab olaraq deyirik ki, Hüseyn yaxşı oxuyur. Nəyə əsasən yaxşı oxuyur? Çünki Hüseynin yaxşı dərs oxuduğunu biz necə bilirik? Hüseynin yaxşı dərs oxumağını mən bilirəm. Ona görə deyirəm ki, çünki mən Hüseynin qardaşının yaxşı dərs oxuduğunu bilirəm deyə gəlib burada deyirəm ki, Hüseyin yaxşı oxuyur. Hüseyin, məsələn, qardaşı tutaq ki, Həsəndir. Həsən yaxşı oxuyur deyən ona görə deyirəm ki, Hüseyin yaxşı oxuyur. Həsənin bir xüsusiyyəti var, yaxşı oxumaq və Hüseyin də onun qardaşı olduğuna görə o xüsusiyyətə görə deyirəm, bu da yaxşı dərs oxuyur. Belə deyilir. Çünki mən Hüseynin qardaşını, məsələn, yaxşı dərs oxuduğunu bilirəm. Əgər qardaşı yaxşı dərs oxuyarsa, deməli, özü də dərslərini yaxşı oxuyur. Bu, təbii ki, insanı heç bir zaman yəqinə çatdıra bilməz. Zehin burada nə edir? Zehin tərifində belə deyirlər. Zehnin hər hansı bir predmetə müəyyən bir xüsusiyyətin olmasından həmin predmetə oxşarlığı olan digər bir predmetin də həmin xüsusiyyətə malik olmasını nəticə alması analogiya adlanır. Analogiyanın tərifində belə deyirlər və yaxud da başqa bir təriflə deyirlər ki, hər hansı bir fərddə müəyyən bir xüsusiyyətin olması vasitəsilə bu xüsusiyyətin həmin fərdlə oxşarlığı olan digər bir fərddə də olmasını isbat etməyə analogiya edilir. Yəni, xülasə, digər bir oxşarlığı götürürsən, bunlar qardaşdır. Qardaş olduğuna görə əgər o yaxşı oxuyursa, o da ona oxşamalıdır. Yəni, o xüsusiyyəti də buna aid edirsən. Çünki bunların oxşarlığı var, yəni qardaşdır.
İndi işimiz yoxdur. Bunu deyəcəyik ki, təbii ki, bu keçərli deyil. Çünki nə qədər qardaşlar var, biri yaxşı oxuyur, amma digəri məsələn yaxşı oxumur. Yəni, bu oxşarlıq biz istə gəlib bununla belə bir nəticə çata bilmərik. Və yaxud da məsələn mən gəlib deyirəm ki, filan kəs yaxşı oxuyur, nə əsasən analogiya məsələn burada eləyirəm. Ona görə yaxşı oxuyur ki, məsələn o indi başqa cür də ola bilər. Belə deyək, onun anası müəllimədir məsələn tutaq ki. Bu heç də keçərli deyil. O demək deyil ki, indi burada bir oxşarlıq var deyə müəllimə də öyrədə bilər falan. Bu heç də keçərli deyil. Təbii ki, ola bilər ki, bu misal naqis olsun bir yerə qədər, amma ən yaxşı misal dediyimiz həmin bu misaldır. Burada da qeyd olunur, məsələn, bir ailədə və yaxud da bir məktəbin eyni sinifdə tərbiyə alan və nə çox şəxslər vardır ki, istedad, əxlaq və sair cəhətindən bir-birindən fərqlidirlər. Yəni, eyni məktəbdə oxuduqlarına görə hamı deyənməyək ki, bu eyni məktəbdə oxuyurlar deyə ikisi də yaxşı oxuyur. Biri yaxşı oxuya bilər. Nə qədər adamlar var, eyni məktəbdə oxuyur, amma cəhətləri fərqlidir. Elə bayaq dediyim misalda oturur. Məsələn, biraz misalları təkmilləşdirək. Filan kəs yaxşı oxuyur. Niyə? Çünki anası müəllimədir və yaxud da belə deyək, filan kəsin qardaşı yaxşı oxuyur. Çünki niyə? Çünki bunların məsələn iki qardaşlar və bunların anası müəllimədir. Onlar ikisi də məsələn anasının yanına hazırlığa gedir, anası onları öyrədir və yaxud da heç də belə deyil. Nə olsun ki? Ola bilər ki, nə qədər adam var ki, anası müəllimədir, iki dənə məsələn övladdır, amma biri pis oxuyur, biri yaxşı. Bu heç də o demək deyil. Bu belə misal, bu daha təkmilləşdirilmiş. Bu misalı belə desək düzgün olar. Bayaq dediyim biraz naqis olsun. Ola bilər. Başqa bir məsələ analogiyanın ünsürlərindən danışacağıq. Analogiyanın bir neçə ünsürləri var. 4 dənədir. 1 əsas, 2 tabe, 3 müştərək cəhət, 4 keyfiyyət. Bu 4 dənə ünsür vasitəsilə analogiya meydana gəlir. Məsələn, misal deyə üzərində təhlil yapılar. Deyirəm ki, Yasin və Cavad qardaşdırlar. Buna görə də əgər Yasin çalışqan tələbədirsə, deməli Cavad da çalışqan tələbədir. Analogiya oldu burada. Burada Yasin əsas gedir. Bu misalda. Çünki əsas burada götürülən əqli nəticə kimdən çıxarılır? Yasindən çıxarılır. Cavad isə tabidir. Cavad barəsində bir əqli nəticə çıxarmaq, Yasin, ona görə əsası Yasin vasitəsilə daha doğrusu əqli nəticə çıxır. Amma Cavad da ona görə tabi adlanır ki, Cavad nəyin vasitəsilə əqli nəticə çıxarılır o? Kimin vasitəsilə? Təbii ki, Yasin. Ona görə Cavad burada tabidir. Amma bu nəticəni çıxartmaq üçün müştərək cəhətləri olmalıdır. O müştərək cəhət nədir? Qardaşlıq onların müştərək cəhətləridir. Qardaşlığa görə çıxır. Və yaxşı bir keyfiyyət olmalıdır. O keyfiyyətdə burada çalışqanlıq keyfiyyətindən söhbət gedir. Çalışqan da burada keyfiyyət adlanır. Əsas dedikdə keyfiyyətini yəqini şəkildə bildiyimiz tərəf. Birinci bir yəqini şəkildə bir şey bilməliyik. Əsas olan bir şey ki, ona biz onun vasitəsilə əqli nəticəyə gəlib çata bilək. Ona görə burada Yasin əsasdır. Keyfiyyətini yəqini şəkildə bilirik biz. Ki, Yasin doğrudan da çalışqandır. Tabe dedikdə əsas tərəfin keyfiyyətinə aid etmək istədiyimiz digər tərəf nəzərdə tutulur. Gəlib burada Cavadı nə edirik? Tabe edirik Yasinə və əsas tərəfin keyfiyyətini gəlib aid edirik Cavada. Müştərək də deyəndə, yəni müştərək cəhət iki tərəfin oxşar cəhətinə deyilir. Burada iki tərəfin oxşar cəhəti var deyən, ona görə biz gəlib əqli nəticə əldə edə bilirik burada. İndi işim yoxdur, düzgün doğrundur, bu işim yoxdur. Zaten elə ki, analogiya faydalı deyil, düzgün deyil. Keyfiyyət də təbii ki, keyfiyyət isə o şeydir ki, əsas tərəfdə onun olmasına yəqinimiz var, yəni çalışqan. Tabedə də onun olduğuna isbat etmək istəyirik. Çalışqanlıq, məsələn, burada Yasində var deyə biz ona görə onun vasitəsində istəyirik ki, deyək ki, Cavad da çalışqandır. Bu 4 dənə ünsürü analogiyada biz bilməliyik. 4 dənə ünsür. Bu 4 dənə ünsür vasitəsilə analogiya yarana bilər. Və yadca da biz qeyd etmişdik ki,
Burada demək lazımdır ki və lap əvvəldə dedik ki, analogiya, fiqdə analogiya, məsələn, qiyas deyəndə fiqdə qiyas həmin bu analogiya nəzərdə tutulur. Fiqdəki qiyas həmin bizim dediyimiz deduksiya deyil. Fiqdə biz deduksiyanı tətbiq edə bilərik. Çünki deduksiya yəqinət çatdırır insanı. Amma analogiyada fiqhin dediyi qiyas həmin analogiyadır. Sual bundan ibarətdir. Bir dənə də bir axırıncı məsələni təhlil edək. Analogiya insanda dedik ki, sual deyəndə sual əvvəldə qismən vermişdik. İndi cavab verək. Analogiya insanda idrak, buna deyərlər qnesoloji dəyəri var. Yəni idrakda qnesoloji bir dəyəri var insanda. İnsan yəni yəqinət çatdıra bilir. İnsan bir məlumat əldə edə bilər, oradan yəqini məlumat əldə edə bilər, yoxsa yox. Təbii ki, qeyd etmək lazım ki, analogiya insanda yəqin, zənn, yaxud da güman, bunların heç biri, bu üçündən biri. Birinci budur ki, analogiya insanda yəqin çatdırmır, insana yəqin hasil olmur analogiya vasitəsilə. Çünki təhlil edik ki, bir oxşarlığa görə deyə bilmərik ki, bu birisində də məsələn bu ola bilər. Bu çalışqandır, bu da qardaş, demək bu da çalışqandır, bu mümkün deyil. Yəni yəqin ola bilər, mümkün deyil mənada yox, ola bilər, sadəcə yəqinə çatdırmır. Zənn də yoxdur, burada zənn də yoxdur. İnsanı zənn də gətirmir. Zənn nədir məsələn 90%, 90% belədir, yox, o zənn deyil. Aydın məsələdir ki, bəs yaxşı güman ola bilər yoxsa yox? Güman bəli ola bilər. Güman artıq zəndən, yəqindən fərqlidir. Burada da qeyd olunur. Bir termin olaraq biliyin ehtimal dərəcəsi güclü olduqda zənn deyərlər, zəif olduqda isə güman adlanır. Məsələn, tutaq ki, 100%-dir. Bu 100%-də məsələn 80%-i zəndir, 20%-i məsələn güman gedir. Burada da qeyd olunur. Ehtimal dərəcəsi güclü olduqda zənn, zəif olduqsa güman adlanır. Burada da insanda sadəcə olaraq analogiya insanda güman yarada bilər. Zəif bir dərəcə ola bilər. Zəif bir dərəcə ilə biz deyə bilərik ki, bəli, filan kəs çalışqandır. Çünki o filan kəsin qardaşdır. O filan kəs də çalışqandır. Deduksiya gəldikdə, deduksiya insanda yəqin yaradır. Çünki dedik, ümumi bir qanunla qəbul etdiyimiz bir paradoks qeyri-mümkündür. Məsələn, bununla gəlib çatır. Bütün insan canlıdır. Bu ümumidir. Ümumi bir qanun vasitəsinə gəlir və insanı yəqinə çatdırır. Zənn isə, induksiya isə zənn yaradır. İnduksiya amma zənn yaradır. Niyə? Çünki induksiya sən təcrübə eləyirsən, xarici aləmdə predmetlərin əksərini təcrübə edirsən və sən, məsələn, gəlirsən burada deyirsən ki, 70% ola bilər ki, bəli, 70% mən, daha doğrusu belə deyək, mən yarısını təhlil etdim, təcrübədən keçirtdim və gördüm ki, dəmir, metal istilikdə genişlənir və mən 70% gəlib buna çatdım ki, zənn edirəm ki, bəli, bütün dəmirlər, bütün metallar istilik dərəcəsində genişlənir. Amma təbii ki, ola bilsin səhv də olsun, 20%, 30%, məsələn 70-dən 30% səhv olsun, çünki hamısını təcrübə etməmişəm. Burada təcrübə olduğuna görə zənn olur da, güman olmur, əksərin təcrübə edirsən. Analogiyada isə dediyimiz kimi, analogiya insana heç bir, analogiya ancaq güman səviyyəsində ola bilir, güman səviyyəsi var. İlla təbii ki, bayaq qeyd etdim ki, əgər induksiya orada tam səbəb kəşf olunarsa, onda başqa mövzu. Tam səbəb kəşf olunsa, bəli, onda bu deduksiya kimi insanı yəqinə çatdıra bilər. Və yaxud da, bunu qeyd etməmişik, qeyd edirik, analogiyada eyni ilə bu cürdür. Yəni, müştərək cəhətin, qardaşlıq, məsələn, Həsən Hüseyn qardaşdır, müştərək cəhətin, əsasdakı keyfiyyətin, çalışqanlığı, məsələn, tam səbəbi olduğu məlum olsa, bəli, biz onda gəlib burada deyə bilərik ki, bu insana yəqinət çatdırır. İndi təbii ki, misal üçün qeyd eləyək, məsələn,
fərz edək, gəlib deyirik ki, Həsən Hüseynin qardaşıdır. Həsən çalışqan tələbədir. Nəyə əsasən? Çünki Həsən Hüseynin qardaşıdır, Hüseyn də çalışqandır. Hüseyn çalışqan olduğuna görə Həsən də çalışqandır deməli. Bu keçərli deyil, sadəcə bir cümlədir, amma əgər tam səbəb kəşf olunarsa, fərz edək ki, buradakı tam səbəb misal üçün belə deyək, elə bir tam səbəbdir ki, məsələn deyirik ki, bunlar filan məktəbə, filan hazırlığa gedirlər və o hazırlıqda kim pis oxusa, onları, o tələbələri xaric edirlər o məktəbdən və yaxud universitetdən. Və buradan aydın olur ki, demək burada bir tam səbəb var. Həsən çalışqan, Hüseyn çalışqandır. Çalışqan olduğuna görə Hüseyn ona görə çalışqandır ki, Həsən onun qardaşıdır, Həsən də çalışqandır. Amma sırf buna görə götürmürük. Biz burada gəlib nə deyirik? Burada deyirik ki, ikisi eyni universitetə gedir. Düzdür, bu çalışqandır, bu da çalışqandır. Amma tam səbəb bu deyil. Tam səbəb budur ki, ikisi də eyni universitetə gedir. Artıq bunun vasitəsinə və universitetdə də, o məktəbdə də və yaxud da hazırlıqda oxumayan tələbələri xaric edirlər. Onlar orada qala bilməzlər. Bu tam səbəb kəşf olunsa, bəli, onda deyəcək ki, bəli, bu da insanı yəqinə çatdırır. Əks halda bu tam səbəblər olmasa, sadəcə olaraq dediyimiz analogiya olsa, güman olacaq. Burada insana güman gətirəcək və yaxud da həmin dediyimiz induksiyada, natamam induksiya olsa, tam səbəb kəşf olmasa, insana sadəcə olaraq zəng yaradacaq. Ona görə bunu da oxuyaq, kifayətlənək. Analogiyada da məsələ eyni ilə bu cürdür, yəni induksiyada kimi. Yəni, əgər müştərək cəhətin əsasdakı keyfiyyətin tam səbəbi olduğu məlum olarsa, o zaman yuxarıda işarə olunan səbəbiyyət qaydasına əsasən həmin keyfiyyətin tabidə də olmasına hökm edərik. Belə bir analogiya əslində deduksiya ilə nəticələnir və onun yəqini olmasına səbəb olur. Burada diqqət edin dostlar, burada qeyd olunur ki, əsasdakı keyfiyyətin tam səbəbi məlum olarsa. Əsasdakı keyfiyyət nədir? Çalışqanlıq. Niyə çalışqandır? Çünki bu filan universitetə gedir. Orada oxuyur və orada belə deyək, çalışqan tələbələr ancaq götürürlər. Və məlum məsələ ki, bu da bunun qardaşıdır, bununla bir yerdə məktəbə gedir. Hə, onda deyəcək ki, bəli, bu analogiya düzgündür. Əlbəttə, indi başqa tərəflər də ola bilər. Mən biraz sadə gətirdim ki, başa düşə bilək. Çünki bu birisi tərəfdən biraz insana nəzəri olaraq qalır. Fərz edək ki, Həsəndə elə bir keyfiyyət var ki, o keyfiyyət, həmin keyfiyyət Hüseyndə də olmalıdır. Yəni, o keyfiyyət tam olan bir şeydir, qardaşlığı təsir edəcək bir şeydir, məsələn, deyək. Bu qədər dostlar, ümid edirəm fikrimi izah edə bildim. Artıq biz 5 məntiqi fənnə daxil olacaq. Məntiqin olan hökmlər ikinci predmet olan əqli nəticədən qurtardıq və dedik ki, əqli nəticələr bu formalarda ola bilir, müxtəlif əqli nəticələri keçdik. Bundan sonra biz 5 məntiqi fənnə daxil olacaq. Sağ olun dostlar, salamat qalın. Elhamdülillah Rabbil Aləmin.